Bugün 18 Aprel 2025-ci ildir. Cümə günüdür. Adətən cümə günü son vaxtlar bilirsiniz ki, bu cümə və şənbə günləri profilaktik, belə deyək, gün eləmişik. Müəyyən özümüzün şəxsi problemlərimiz. Nə bilim, iş günü, 5-ci gün həkim, bura görüş təzadlar olur. Amma bugün biz canlı efirdəyik, Əvəz Zeynallıya görə dostlar. Çünki Əvəz Zeynallının vəziyyəti, durumu ürəkçan deyil, səhətində çox böyük problem var. Dünən bizim efirdə gedən müzakirələrdən də aydın oldu ki, Əvəz Zeynallı 5 ay deyəsən dedilər də, sən demə MT-nin Dövlət Təhlükəsizlik Xidmətinin kameralarında tək saxlanılıb. Dustaqları o zaman tək saxlayırlar ki, əslən vətəndaş, onlara qarşı hansısa çirkin planlar var. Ya öldürürlər, deyirlər ki, özünü asıb, ya zəhərləyirlər, özünü zəhərləyib və yaxud da onun yeməyinə tədricən təsir edən elə dərmanlar qatırlar ki, adam müəyyən müddətdən sonra həyatını dəyişir. Ona görə Əvəz Zeynallının tək saxlanması mənə çox narahat edir. Mən də özdə heç bunu bilmirdim. İlk dəfə dünən eşitdim. Əvəz bəyin sağlamlığında bu xəstəlik xəstəliyin əmələ gəlməsində də mənim heç bir şübhəm yoxdur ki, hakimiyyətin kimlərinsə marağı olub. Ona görə onu tək saxlayıblar. Təzyiqxanada, DTX-nın təzyiqxanasında. Hər halda bu çox ciddi araşdırmanın belə deyək, nəticəsində müəyyən edilə bilər ki, nə baş verib əslində. Amma bütün bunlar gələcəyin işidir. Bugün isə əsas vəzifəmiz Əvəz Zeynallını oradan xilas eləməkdir, dostlar. Təcil oradan çıxardıb, sağlamlığı müalicəsini təşkil etmək, müalicəsilə məşğul olmaqdır. 24 Aprel saat 15:00-da mən sizin hamınızı Nizami Rayon Məhkəməsinin qarşısına dəvət edirəm. Qaraqarayev deyəsə metrosuda, Qaraqarayev metrosundan çıxırsınız. Oradan piyada da 5 dəqiqəlik yoldur. Qaraqarayev metrosu, Nizami Rayon Məhkəməsi. Lütfən, xalq olaraq biz hamımız öz mövqeyimizi göstərməliyik ki, biz kimik, nəsiyik, bizim mədəni milləti yoxsa yox.